Piyada keçidi nişanı var, lakin zolaq yoxdur. Görünməyən və ya boyası silinən zolaqların mövcudluğu sürücü və piyadalar arasında ziddiyyətə yol açır. Ucarın mərkəzi küçə və prospektlərindəki piyada zolaqları ciddi problemə çevrilib. Piyada zolaqlarının silinməsi bir sürücü kimi bizi çox narahat edir. Gecə saatlarında piyadalarla aralarda mübahisə yaranır, görsənmir xəttlər, piyadalar keçəndə ona görə mübahisələr yaranır. Yağışlı hava oldu ümumiyyətlə bu zolaq işıqla görsənmir, zolaq görsənmir, xəttlər görsənmir. Nişanları olsa da belə? Nişanlar var, amma keyfiyyəti yoxdur. Nişanlar keyfiyyətli çəkilsə, nişanların keyfiyyəti olsa tez bir zamanda silinməz. Çəkilir, bir aydan sonra yağış yağır, silinir, gedir, maşınlar hərəkətli silinir, gedir. Sakinlər bildirirlər ki, zolaqların olmaması piyadaların vurulması riskini artırır. Zolaqlar görsənmir, bəli. Kraskalanma aldamız. Təhlükədir, başdan ayağa təhlükədir bura. Özü məktəb qarşısında. Məktəb qarşısında kraskalayan yoxdur. Baxan yoxdur. Neçə müddətdir bu belədir? Tembali iki məktəb oxuyub saf burada. O çoxdandandır. Məktəb açılarından yoxdur kraska orada. Ağappaq. Yolda znaklar var, amma zebralar yoxdur. Piyada keçidlərə problem yaradır. Ya sürücülər də problemlə yaşayır, piyadalar da problemlə yaşayır. Çünki piyada görmür ki, znakı görür, amma yerdə zebranı görmədiyinə görə hardan gəlib keçib gedir. Sürücülər də ki, yerdə zebranı görmədiyinə görə sürüb keçib gedir. Buna görə də bu nəticədə yol nəqliyyat hadisələri çox baş verir. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən Xəzər xəbərə cavab olaraq bildirilib ki, regionlarda o cümlədən də mərkəzi Aran rayonlarında yol nişanlanma xəttlərinin yenilənməsi aparılır. Artıq Mingəçevir, Yevlax, Zərdab, Göyçay və Kürdəmir rayonlarında işlər görülüb. Plan üzrə Ucarda da yol nişanlanma işləri həyata keçiriləcək.